O kitab çıxanacan Səməd Vurğun haqqında çox yazılmışdı. Ona həsr edilən bəs deyincə şeirlər də vardı, elmi məqalələr də, kitablar da. Ancaq 1962-ci ildə Hüseyn Hüseynzadənin, sonralar oğul itkisinin Hüseyn Arifə çevirdiyi o dəyərli söz ustasının Yolda kitabı çıxdı. Bu əl boyda kitab tezliklə əl-əl gəzməyə başladı. Səməd Vurğunun onsuz da xalqa çox yaxın, çox doğma olan bu sənətkarın yerini ürəklərdə daha da məhrəmləşdirdi. Yəqin ki, bu kitabın Azərbaycanın ədəbi həyatında hansı əks-səda doğuracağını irəlicədən hiss etdiyindəndir ki, görkəmli ədibimiz Mirzə İbrahimov Yoldaya bir ön sözdə yazmışdı. Dəqiqləşdirirdi ki, yolda adi bir tərənnüm ya da məthnamə olmayıb, müəyyən ictimai cəbhədən yazılmış bədii tablodur. Bu tablo, Səməd Vurğunun bu sevimli portreti üzərində Hüseyn Hüseynzadə düz 6 il çalışmışdı. Səməd Vurğunun vəfatından ta kitabın çapının başlandığı axırıncı günlərədək 1956-1962-ci illər arası. Mən uşaq idim, evimizdə Azərbaycan yazıcılarının da, xarici müəlliflərin də kitabları çox idi. Ancaq Yolda tək kitab idi ki, bizim evdə ucadan bir yox, bir neçə dəfə oxunmuşdu. O kitab bizim evə 1963-64-cü illərdə gəlib çatmışdı. Mən elə 2-3-cü sinif şagirdi idim. Daim axşamlar kitabı açardı, oxuyardı. Ən əvvəl nənəmlə mənim üçün oxumuşdu. Ancaq Yoldanın bizim evdəki qiraəti onunla bitmədi. Sonra neçə həftələr, aylar boyu elə beləcə təkrar oxunurdu. Hərdən Kür qırağındakı Molla kənddən Kürdəmirə, bizim evə nənəmin bacısı uşaqları, bacısı nəvələri gələrdi. Onların bizə qonaq olduğu axşamlarda daim həmin kitabı təzədən açardı və əvvəldən sona oxuyardı. Bu yaşlı insanlar saatlarla çəkən həmin oxunuşları səbirlə, sakitcə dinlərdilər. Ancaq Yoldanın İslamın qəbri üstündə adlanan fəslinə çatanda sükut pozulardı. Yox, heç kəs kəlmə kəsib danışmırdı. Daim misra, bənd Yoldan oxuyurdu. Qulaq asanlar, nənəm, bacısı uşaqları, bacısı nəvələri astaca ağlayardılar. Yanıqlı köks ötürərdilər. Bir insan düşünüb gətirin yada, onda sevinc olsun, qubar olmasın. Bir torpaq göstərin mənə dünyada, orada insan olsun, məzar olmasın. Elə bir ağ günlü bəxtəvər hanı, nədir həyatında qara bilməsin. Elə əyilməyən bir hünər hanı, baxıb dost qəbrinə o əyilməsin. Təzə bir qəbristan hələ cavandır, lakin çox ağırdır zəhmi nəfəsi. Bir də qəbristandır, onun nə köhnəsi, nə də təzəsi. Qədim Vratislav, tanışdır bu ad qalın kitablardan, xəritələrdən. Xəyallar, duyğular açır qol qanat, o derin seyrinə varanda hərdən. Hörmətlə bir qəbrə verərək salam, bir qəbrin önündə gəlib dayanır. Budur baş daşına yazılmış İslam, sanki baxışları od tutub yanır. Bulud tək tutulur qaşı, qabağı, xəyala qərq olur, əlində papaq. Görürəm, tərpənir qalın dodağı, aha, söhbət gedir, asıram qulaq. Bu Səməd Vurğun idi. Gəlib dayanmışdı əziz dostu İslam Məmmədovun Azərbaycandan uzaqlarda, Polşanın Vratislav şəhərində tapdığı məzarının başında və söhbətləşirdilər. Səməd, əziz Səməd, İslam, mənəm mən. Gəl bir də öpümüzündən. Ömrü sona çatdı fırtınaların, basıldı Hitlerin quldur dəstəsi. Kəsdi tüfəng səsi, kəsdi top səsi,
Artıq nə qırğın var, nə hücum, nə qan, qrup yaratmaqla məşğuldur insan. Yaxşı, hardan belə? Doğma vətəndən. Sənə xeyir-dua gətirmişəm mən. O raykom katibi olduğun günlər, səfalı məclislər, toylar, düyünlər, oyanıb o başdan işə getdiyin, kolxozçu gənclərlə söhbət etdiyin, şirin dəqiqələr unudularmı? Səməd, söylə görüm, yadında varmı? Doldurduq planı hamıdan qabaq. Sən gəldin rayona, sevindi torpaq. Yoluna gül səpdi qızlar, gəlinlər. Dolaşıb kəndləri biz səhər-səhər, axşam bulaq üstə bir süfrə açdıq. Həm də bala-bala deyirdi aşıq. Sonra səfər etdik biz Kürdəmirə, mənim doğulduğum o isti yerə. Düşdük arasına qohum qardaşın, rəngi dəyişmişdi torpağın daşın. O yaşıl bostanlar, o geniş düzlər, o şirin baxışlar, o gülər üzlər, tutun kölgəsində uzanan söhbət. Bir xoş xatirədir hər şirin ülfət. Ancaq bərk uduzdun nərdə oynayanda. Nə tez udduğunu gətirdin yada. Zarafat elədim gəlmişkən yeri. Gəl indi seyr elə doğma elləri, necə gözəlləşib o aran, o dağ, salınıb hər yerdə təzə bağça, bağ. Mənim ilk uşaqlıq xatirələrimdən biri bu idi ki, mən televizorda hansısa bir Alman filminə baxandan sonra, daha doğrusu 2-ci Dünya müharibəsi haqqında filmə baxandan sonra gecələri oturardım, uzanardım. Mən çox xəyal qurmağı sevən bir uşaq idim və xəyal eləyərdim ki, keşkə mənim babam Almanlara əsir düşəydi. Heç onun qəhrəmanlığını da istəmirəm. Əsir düşəydi, amma gələrdi mənim babam da olardı. Səməd Vurğunun İslam şeiri ya özünün ballad adlandırdığı o qoşqu ilk dəfə şairin Avropa xatirələri silsiləsindən olan şeirləri ilə birgə 1950-ci ildə İnqilab və Mədəniyyət jurnalında dərc edilmişdi. İslam şeirini Səməd Vurğun 1948-ci il Polşanın Vraslav şəhərində yazmağa başlamışdı, 1950-ci ildə tamamladı. Orada Polşada Səməd Vurğun Dünya Mədəniyyət Xadimlərinin Sülhü Müdafiə Konqresində iştirak eləyirmiş. Həmin sülh konqresində Səməd Vurğuna da söz verilmişdi. Qalxmışdı kürsüyə, gəlmişdi mikrofon qabağına, düşüncələrini bölüşmüşdü. İllər sonra Yolda poemasında Hüseyn Hüseynzadə həmin mənzərəni əyaniliyi ilə görür və göstərirdi. Danışır, köksünü verib irəli, qalib bir ölkənin nümayəndəsi. Yayılır dünyanın hər tərəfinə, Vurğunun sülh deyə gurlayan səsi. Sıxılıb açılır danışdıqca o, geniş alnındakı uzanan izlər. Qara qaşlarını çatıb baxanda, kəpəzdən boylanan qartala bənzər. Danışır yurdumun fəxri vüqarı, dünyalar gözünün qabağındadır. Bir an bundan əvvəl söhbət etdiyi İslamın səsi də qulağındadır. Eloğlu səsinə qurban, danış, İslamın da danış adından. Xatırla, bu sözü deyən ürəkdir, danış, qulağımız eşidəcəkdir. Səməd Vurğunsa qardaş qədər sevdiyi dostu İslama həsr etdiyi şeirində onlu günləri və onun məzarı ilə görüşünü belə təsvir eləyirdi. 41-ci ilin bir yaz səhəri İslam da geyindi əskər paltarı. Son dəfə seyr edib göy zəmiləri, öpdü dönə-dönə, öpdü baharı. Kürün sahilindən o derə qədər, o neçə ölkənin suyundan içdi. Daima dost oldu ona zəfərlər, alovlar içindən şir kimi keçdi.
Əridi dağlarda axırıncı qış, 45-ci ilin 8 may günü. Zəfər bayramına bircə gün qalmış, bizə qurban verdi İslam ömrünü. Cəbhə paltarını o çıxarmadı, bir də qılıncını görmədi qında. Kürün yaz fəslini seyrə varmadı, süfrə də açmadı bulaq başında. Yox, yox, ayrılmadı o bizdən dostlar, yaşadı ən şirin xatirələrdə. Hər il al geyinib gəldikcə bahar, biz onu görürük min bir səhərdə. Ellər çay üstəki dəmir körpüdən keçdikcə piyada ya da ki atla, ən əziz, ən şirin bir xatiratla İslamı yad edir tanışlar hərdən. Öpür bir-birini aylar, fəsillər, insanlar qovuşur arzularına. İslama hörmətlə azad nəsillər baş əyir dünyanın xilaskarına. Səməd Vurğun dostu İslamı, İkinci Dünya Müharibəsinin döyüşçülərindən birini dünyanın xilaskarı adlandırırdı. Haqqı da vardı böyük şairin belə deməyə. Hər müharibədə ölüm-dirimlə göz-gözə dayanaraq şəri emmiş hər bir əskər məhz belədir, bu qiymətə layiqdir. Çünki o, yalnız elinin obasının, doğma yurdunun deyil, məhz dünyanın xilaskarıdır. Axı, Pərverdigarın bizə bəxş etdiyi bu mehriban, bu gözəl, bu əziz yuvamızı, ortaq evimiz olan yer kürəsini hər açıla biləcək növbəti atəşdən, hər partlaya biləcək növbəti mərmidən, hər baş qaldıra biləcək yeni şərdən qorumaq həm bəşəri, həm də dünyanı xilas etməkdir.